Bəzən görürsən ki, qarışdırırlar. Elə bilirlər ki, dində başqa təsir edici qüvvələr kimi insanı gəlir müvəqqəti narahatlıqdan çıxardır. Məsələn, bir nəfərin başına bir çətinlik gələr, müsibət gələr, faciə gələr. Gedərsən ona təskinlik verməyə, başsağlığı verməyə, onu istəyərsən ki, o haldan çıxarasan, o özünü itirməsin, həyata ümidin itirməsin, yenə də yaşamağa davam eləsin. Sanki dinin də təskinliyin bəzən belə başa düşürük. Dinin verdiyi təskinlik, aramlıq deyirik ki, bu qəbildən deyil. Ümumiyyətlə, əlaqəsi yoxdur. Din gəlir insana mənəvi baxımdan aramlıq verir və dinin verdiyi mənəvi aramlığın arxasında insanın iradəsi dayanır, insanın qüdrəti dayanır. Din gəlir insana qüdrət verir, insana güc verir, insana iradə verir, insanın şəxsiyyətini formalaşdırır, insanın şəxsiyyətində dəyişiklik yaradır və insan həqiqi baxımdan dəyişir, mənəvi baxımdan, daxili xüsusiyyətlər baxımından, daxili ehtiyaclar, hisslər baxımından, yəni bir sözlə desək, həqiqi şəkildə insanda dəyişiklik baş verir. Görürsən ki, dünənə qədər hansısa pis vərdişlə mübarizə apara bilmirdi, hansısa pis vərdişi tərk edə bilmirdi, onunla mübarizə aparmaq çətin idi, amma görürsən ki, tövbə elədi, bu insan dəyişdi və həmin şeyə başlayır nifrət eləməyə, həmin şeylərdən elə uzaqlaşır ki, bir də istəməz həmin günlərə qayıtsın, o həyata qayıtsın. Nə baş verir? Birdən-birə nə oldu? Bu insanın dünəni ilə bu gün arasında nə dəyişiklik oldu? Çünki insan həqiqi şəkildə başa düşdü və həqiqi şəkildə istədi ki, məndə dəyişiklik olsun. Və bu yolda səy göstərdi, cəhd göstərdi, mənəvi baxımdan iradə əldə elədi, iradəsini möhkəmləndirdi. Mənəvi baxımdan qüdrətli oldu insan. Qüdrətli oldu. Dinin insana verdiyi iradə, güc, qüdrət də bax belədir. Din deyir ki, həyatda güclü olacaqsan, həyatda qüdrətli olacaqsan. Çətinliklər, sıxıntılar səni məğlub etməməlidir. Dağ kimi dayanacaqsan müsibətlərin, çətinliklərin qarşısında və qüdrətli olacaqsan, güclü insan olacaqsan. Və belə olanda həyatın bütün hadisələr qarşısında sən özünü itirməyəcəksən. Aramlığın bundan qaynaqlanacaq. İnsanın aramlığı qüdrətindən qaynaqlanmalıdır. İnsan qüdrətli olmalıdır, iradəsi möhkəm olmalıdır və eyni zamanda aram olmalıdır.